Gör indi bura nə cənnət orası. Gör buralar indi ocaq, elm ocağı, iqtisadiyyatı, özü, həmin Hətta bu yeri. bu kəndin ərazisində təbii şəbəklər də var. Allah. Buran da var, balıq meşəsi də var. Buranın Ən vacibi yaylağına civə. haraydı? Yaylağına adam deyirdi ki, yaylağına aparır. Bu yol, bax bu yol gedirdi yaylağı. Gedirsən qabaqda ormanın içində itirsən. O dərəcədə zəngin meşəsi var. Sən Allah. Valla. Hə. Yaylaqların adı nədir buranın? Burada Sarı Baba var. Sarı Baba. Sarı Baba var. Sarı Babanın işini. Hə, yəni Laçının yaylağı olaraq deyəndə. Amma Qırqız bizim çıxırdı. Hə, onu deyirəm. Yağlı bular. Bax biz Qırqıza getmişik. Atam aparıb Çox bizi gözəl Qırqıza. ya. Qırqız birisi saradı. Qırqızda göz bulağı var. Veriblər var. o bayraqdan bir balaca Bilirəm ki, yəni bax bu bayraqdan ötürü canını Amma verən. bu bayrağında Lalə xanım deyir ki, tarixi var da. Bu tarixi var. Bu bayraq noyabrda bayram Şuşa alınanda küçədə gəl. Bununla maşın Zəfər üstündə. günüdür. Zəfər bayrağıdır bu. Bunu mən Allah bizə qismət eləyib ki, azad torpaqlara gedib bu azadlığın rəmzidir. İnşallah isparaya da aparacağım bunu. Bax, mağazinə gəldi, çıxdı Elxan. Mən arzu eləmişdim Elxan. Demişdim bunu mən mağazına aparacağım. Gördün gəldi. Şükür bu günə şükür Lalə xanım. Çox şükür. Bəli. İlahi. Sən məni arzuma yetirdin ilahi. Sən atamı arzuma yetirdin Allah. O gəlmədisə, anam gəlmədisə də mən gələ bildim. Mən Çox şükür. bu bayrağın demək olar elə bu ölçüdə də biri mənində vardı. Çox şükür. Eyni Lalə xanım kimi o zəfərin rəmzi olaraq özümlə gəzdirirdim. Hə, bu mənim Bizim- maşınımdadır həmişə. Bizim Ərdəşəvi kəndi var. Gəldim ki, orada hərbiçilərin bayrağı çorlanıb. Hə, verdim ondan. Allah hamd olsun dedim elə bu buranındır. Qismət Hə. bura. Verdim onlara, onlar da orada astılar, başladı dalgalanmağa. Ey Allah. Yəni bütün Allah. belə deyək, bizim də ürəyimiz bu bayraq üçün döyünür. Elə. Hə, Allah mənim üçün şəhidlərimizə rəhmət Allah eləsin. Allah şəhidlərimizə Qazilərimizə rəhmət can eləsin. sağlığı versin. Amin. Dövlətimizi, dövlətçiliyimizi var eləsin. Amin, amin. İnşallah Amin. ölkəmiz bundan da daha qüdrətli olar. Elə də olacaq Amin, Allah inşallah. qoysa. Elə də olacaq. Allah Böyük kəndiymiş Lalə xanım. Sovetliyi işte 7 kənd daxil olub. Hə, Sonra Sovet. 3 dənə kənd qalıb. Hə. Böyük Hə. böyük bir ərazini Başa düşdüm. əhatə eləyir. Klubu, mədəniyyət evi, Yeri də ki maşallah çox Kitabxanası. gözəl yerdir. Ata- çox mövqeyli. Ona məkan görə var. kişini çox istəyiblər ki, Yoxdur, deməli tabii bir sən də dəfə vağzalda, dəmir yol vağzalında orada bilet satılan kassa oradaydı. Bəli. Düz Cəfər Cabbarlının heykəlinin yanında. Biz onda Əhmədlidə qalırdıq. Atam gəldi, dedi ki, bir Laçınlı görmüşəm. Dedim, ata, sən bu Bakıda harda tapdın o Laçını? Bilet alırdı Qazağa. Dedi ki, o sirdə duran adamların, məsələn, siz yaşda. Deyib ki, sən filan kəsin oğlusan. Şümətdən qalıb ki, sən mənim atamı hardan tanıyırsan? Deyir ki, suyunla. Suyunu bəli. Ki, sənin baban filan kəsdi. Sənin atan filan kəsdi. Sifət cizgilərindən Siz təsəvvür danışıqdan edirsinizmi? ona oxşadıq. Onun atasını atam oxutdurub göndərib. Təsəvvür edirsən? Kəşki bilərdi adamların adını çox təəssüf. Hə, bilirsiniz, o bir tarix idi. O buranın kənd, ev tanıyırdı, Laçını tanıyırdı. Bütün o kəndlər var ha, oradakı adamları tanıyırdı. Belə dəhşət adam idi. O gələndə Bakıda Gəlin bir dənə icazə verin siz deyənə. Baba bunu beləsinə. Hə, tutun gedək biz də. Başını oylublar.